və həmin şəxsin profilindən daxil olmağa çalışıram. Məmmad Əliyev, Məmmad Əliyev. Daxil ol. Aha. Həmin şəxs sistemə girəndə öz profili belə görünür. Buradan da əməliyyat aparmağı istənilir. Buradan da təlimlər bölməsi və hər şey okeydir. Şəxs girib profilində bir sorğu yaradır. Qarşısına belə bir pəncərə çıxır. Daxil ol. Təlim ehtiyacı əlavə et. Funksional təlimlər. Siyahıdan deyək ki, bunu seçdi. İkinci təlimi. Yenidən funksiyonalı seçdi. Qarşındakı siyahıdan bunu seçdi. Ölçülərlə bağlı ekranda titrənmələr olur. Okey, deyək ki, əlavə yumşaq bacarıqlar üzrə. Buradan da bunu seçdi. Və bitirmiş oldu. Düzəlişləri yadda saxlayır. Düzəlişləri yadda saxlamaq özü üçün qeydlər qoymaqdır ki, mən bunları indi vaxtım var, bunları yığıram, birazdan yenə baxıb əlavələrimi eləyəcəm. Deyək ki, əlavələrini elədi, bitirdi və təsdiqə göndər əmrini basır. Qeyd qoyur ki, salam. Zəhmət olmasa uyğun gördüyünüzdə təsdiq edərdiniz. Və sair və ilaxır məlumatları yazır və bu mesajı yalnız öz rəhbəri görür. Təsdiqə göndər əmrini basır. Okey deyir. Təsdiqə getmiş oldu. Getdi təsdiqlədir. Biz buradan Vüqar müəllimin profilini daxil etmişdik deyə təsdiqləyən şəxs hal-hazırda sistem onu Vüqar müəllimdə görməlidir. Vüqar Abbasov, daxil ol. Əməliyyat aparmağınız istənilir. Bir təlim vərəqəsi, sorğusu vərəqəsi təsdiqinizi gözləyir. Klikləyirəm. Baxın, Əliyev Məmməd Nizami oğlunun sənədi təsdiqdədir. Vüqar müəllim bu qələm ikonuna klikləyir. Açılan pəncərədə baxır və təsdiq et və yaxud da düzəliş üçün geri göndər əmrini basa bilər. Deyək ki, təsdiq et deyirəm. Okey deyirəm. İndi isə Vüqar bəyin profilindən çıxırıq. Vüqar müəllimdə hər şey okeydir. Sistemdən çıxırıq, daxil oluruq Məmməd müəllimin profilinə. Onda artıq heç nə görünmür. Təlimlər bölməsi, sizin sorğu vərəqəniz təsdiq edildi bölməsində halındadır. Adam açıb baxa bilər, təsdiq tarixçəsinə baxa bilər, kimlər təsdiq edib ona baxa bilər və bu şəkildə məlumatları görə bilər.